Nə üçün uşaqlar dərs oxumaqda çətinlik çəkir? Diqqətini daha çox telefon və digər vasitələrə yönəldir. Bununla bağlı bir video çəkmişdim və artıq videomuz 15 mindən yuxarı baxış yığıb. Bəlkə də bu videonu izləyəndə daha çox görəcəksiniz, amma bu məni çox sevindirir. Bir tərəfdən ona görə ki, insanlar videonu izləyir, orada fikirlərini paylaşır, hətta mənə nömrəmdən geri dönüş edirlər. Bununla bağlı sual verirlər, seanslara yazılırlar. Digər tərəfdən məni narahat edən bir problem var ki, bu problem hazırda ölkəmizdə aktualdır. Yəni uşaqların dərs oxumamağı həqiqətən də ciddi şəkildə valideynləri və müəllimləri narahat edir. Düşündüm ki, bu videonun davamı olaraq, əgər o videonu izləməmisinizsə, səhifəyə keçid edərək videonu izləyə bilərsiniz. Orada da effektiv metodları göstərmişəm və səbəbləri açıqlamışam. Burada isə konkret olaraq biz necə dərsə fokuslana bilərik, dərs oxuyan zaman hansı üsullardan istifadə edə bilərik, bu haqda məlumat verəcəm. İlk olaraq onu qeyd edim ki, mən özüm də abituriyent olmuşam, 6 il ali təhsilim var və burada yetərincə imtahan verdiyimi düşünürəm. Abituriyent olduğum dönəmdə yetərincə yüksək bal toplayaraq universitetə qəbul olmuşam və bu sahədə düşündüyüm qədərilə təcrübəm var. Yəni necə dərs oxumuşam, hansı üsullardan istifadə etmişəm. Bundan əlavə hazırda bu sahədə olduğuma görə, yəni psixologiya sahəsində olduğuma görə düşünürəm ki, psixoloji məqamlara dair də biliyim var. Yəni bu istiqamətdə sizə köməklik göstərə bilərəm. Bu gün mən dərs oxumaqla bağlı, istər burada abituriyentlər olsun, istər tələbələr, istərsə də özünü inkişaf etdirməyə çalışan şəxslər olsun, necə ola bilər ki, biz məlumatları daha yaxşı mənimsəyək, daha yaxşı öyrənək, özümüzü dərslərə daha yaxşı fokuslayaq. Bəzən özümüzlə mübarizə aparırıq ki, dərslərimizi daha yaxşı oxuyacağıq, daha yaxşı öyrənəcəyik, özümüzə plan qururuq, amma icra edə bilmirik, icra etmədə çətinlik çəkirik və yaxud da nəsə bizi sanki geri çəkir, özümüzlə bacara bilmirik. Bu videoda göstərilən metodlar ola bilər ki, sizə bu yöndə köməklik göstərsin və effektiv olsun. Bayaq da qeyd etdiyim kimi, mən bundan əvvəl çəkdiyim videoda məlumat dolu texnikalar göstərmişəm. Necə edə bilərik ki, biz uşaqları dərsə fokuslaya bilək, onlarda dərslərə maraq yarada bilək. Videonu izləyib bu videoya gəlməyinizi tövsiyə edirəm və yaxud da bu videonu izləyib o videonu da izləməyiniz məsləhətlidir. Burada isə mən bugün özümün şəxsən təcrübə etdiyim texnikalardan danışacağım. Həmçinin psixoloji olaraq biz özümüzə necə dəstək ola bilərik, bu haqda ətraflı məlumat verəcəm. Burada texnikaları mən hissə-hissə bölmüşəm ki, sizin üçün də daha rahat olsun. İlk texnikamızdan danışsaq, burada texnika deyirəm qısa olaraq, yəni sizin yadınıza daha yaxşı qalması üçün. Birinci əsas məqam, birinci əsas texnika və yaxud da qanun hədəfi düzgün seçməkdir. Baxın, bir var ki, qısa müddətli hədəflər, bir var uzun müddətli hədəflər. Məsələn, mən özümdən nümunə daha çox göstərəcəm, çünki bu sahədə təcrübəm var. Abituriyent olduğum dönəmdə uzun müddətli hədəfim ali məktəbə qəbul olmaq idi. Ali məktəbə qəbul olmaq istəyimin səbəbi isə həmin olduğum mühitin məni narahat etməsi idi və mənim məqsədimə doğru irəliləməyim bu yolda mənə dəstək oldu. Yəni, mən o mühitdən çıxmaq üçün ali məktəbə qəbul olub, hansısa bir sahədə işləməyi bir özümə hədəf kimi qoymuşdum. Və bu ali bir məqsəd insana motivasiya verir və siz çətinlik çəkdiyiniz dönəmdə belə o motivasiya sizi hərəkət elətdirir. İndi biz ali məqsədi özümüz üçün necə qoya bilərik? Ali və daha yüksək, uzun müddətli hədəf demək olar buna. Tutaq ki, siz abituriyentsiniz, abituriyent olduğunuz məqamda yəqin ki, özünüz üçün hansısa bir ixtisas təyin eləmisiniz və yaxud da siz tələbəsiniz. Tələbə olduğunuz müddətcə oxuduğunuz dərslər sizi harasa aparır. Yəni, bəlkə də ixtisas seçmisiniz, filologiya, psixologiya, fizika. Həmin fizik olmaq üçün, filoloq olmaq üçün, yaxud da psixoloq olmaq üçün siz hansısa fənləri mənimsəməlisiniz. Bu sizin bir ali hədəfinizdir. Mən yaxşı psixoloq olacağam, mən yaxşı müəllim olacağam və ya da mən yaxşı fizik olacağam. Abituriyent olduğunuz dövrdə də həmin o sahəyə aid bir hədəfiniz olmalıdır. Yəni, mən psixoloq olacağam deyib, siz bunu hədəfləyə bilərsiniz. Bundan əlavə onu da qeyd edim ki, mən özüm abituriyent olanda hədəfim ancaq o mühitdən çıxmaq idi. Bu da bir motivasiya ola bilər sizin üçün. Hazırda isə düşünürəm ki, hədəflər biraz dəyişə bilir. Yəni, insanın mühitdən daha çox ixtisasa fokuslanır. Tutaq ki, sizin 15 yaşınız var və düşünürsünüz ki, siz yaxşı həkim ola bilərsiniz gələcəkdə. Və yaxud da sizin 14 yaşınız var, düşünürsünüz ki, yaxşı müəllim ola bilərsiniz. İnsan
hansı bir peşəyə sahib olmaq istəyirsə, özünü necə görmək istəyirsə, təsəvvüründə onu canlandırdıqca motivasiyası daha da artır. Yəni yaxşı həkim, yaxşı müəllim olmaq istəyirsinizsə, bir növ özünüzü o formada təsvir eləyin tez-tez ki, mən yaxşı müəllim olacağam, mən belə geyinəcəm, tutaq ki, daha səliqəli olacağam, uşaqlara qarşı bu şəkildə yanaşacağam. Onu özünüzə təlqin elədikcə, beyin insanı bir müddətdən sonra ora apardığını düşündüyü üçün, daha doğrusu elə olduğunu düşündüyü üçün davranışlarımızı da o istiqamətdə yönləndirir. Davranışlarımız da bizdə motivasiya yaradır ki, biz dərslərə daha yaxşı fokuslanaq. Bir də var qısa müddətli hədəflər. Qısa müddətli hədəflər dedikdə nə nəzərdə tuturam? Tutaq ki, siz hansısa fənni öyrənmək istəyirsiniz, bunu bir hədəf kimi qoyun. Yəni, mən bu gün biologiya oxuyacağam, bu gün fizika oxuyacağam və yaxud da sabah baxaram, çox çalışacağam, dərslərə fokuslanacağam. Bu şəkildə hədəf planlamaq düzgün deyil. Qısa müddətli hədəflər qısa və net şəkildə olmalıdır. Yəni, mən tutaq ki, ikinci gün saat 5-dən 6-ya qədər coğrafiya dərsi ilə məşğul olmağı düşünürəm, məşğul olacağam və yaxud da Azərbaycan dili ilə məşğul olacağam. Bu şəkildə özünüzə hədəf qoysanız, qısa müddətli hədəflər, dərslərə fokuslanmağınız daha yaxşı olur. Hədəfi planlamaq haqqında mən əvvəlki videomda geniş məlumat vermişəm. Əslində, insanın hədəfini planlaması, hansı hədəfə, nəyə nail olmaq istəyirəm, bunu öz-özlüyündə müəyyən etməsi ən önəmli və vacib məsələlərdən biridir. Yəni, deyək ki, siz yeniyetməlik yaş dövründəsiz, nə istədiyinizi bilmirsinizsə, hansı ixtisasa gedəcəyinizi təyin eləməmisinizsə, ya kimdənsə üstün olmaq üçün dərs oxuyacaqsınız, ya da ətrafınızdakı şəxslər sizi buna yönləndirdiyi üçün, yəni oxumaq yaxşıdır, ali məktəb yaxşıdır deyə bir status qazanmaq üçün həmin istiqamətdə irəliləyəcəksiniz. Amma bu, xarici motivasiya adlanır və siz universitetə qəbul olandan sonra hər şey sizin üçün maraqsız da ola bilər, həyat sizin üçün mənasız da gələ bilər. Buna görə də ilk növbədə hədəfinizi öz özlüyünüzdə tanımağınız lazımdır. Mən nə olmaq istəyirəm? Mən kim olmaq istəyirəm? Mən özümü necə görürəm? Bu sualları özünüzə verərək hansı ixtisasa, peşəyə sahib olduğunuzu təyin edə bilərsiniz. Digər bir məsələ həddindən artıq çalışmamaqdır. Mən abituriyentlərlə işlədiyimə görə bəzilərində belə bir səhv görürdüm, hansı ki, dərsləri planlamırdılar və həddindən artıq gün ərzində çalışırdılar. Bəzi şagirdlər var ki, tənbəllik edir, bəzi şagirdlər də var ki, həddindən artıq özünü yüklüyür. Gün ərzində tutaq ki, 5 səhifə filan mövzudan oxuyum, 20 səhifə filan mövzudan, 30 səhifə filan mövzudan, qalan vaxtımda filan mövzudan test eləyim. İnanın ki, insan beyni bir müddətdən sonra yorulur. Çünki biz nəyisə, özümüzü yetərsiz hiss edirik, nəyisə sanki doldurmağa çalışırıq, özümüzü bir boşluqda hiss edirik. Bu dərsdən bu qədər oxuyum, o dərsdən o qədər oxuyum, oxumasan birdən pis ola bilər. Boş qaldığımız zamanda da beynimiz daim bizə təlqin edir ki, sən o dərsi oxumasan, sən vaxtını dərsə daha çox sərf eləməsən, az bal toplaya bilərsən. Ona görə də daha çox dərs oxumaq lazımdır. Bu şəkildə təlqinlərlə biz özümüzü daha da yetərsiz hiss edirik və nəticədə bir müddətdən sonra sanki üstümüzə çox ağır bir yük sərilib, özümüzü o yükün altında hiss edirik, ümumiyyətlə dərslərə marağımız azalır. Ona görə də yaxşı olar ki, gün ərzində özünüzə fasilələr verəsiniz. Burada Pomodoro texnikası var, hansı ki, səhv eləmirəmsə 25 dəqiqə çalışmaq, 5 dəqiqə fasilədir. Əslində onu şərti olaraq bölüblər. Siz özünüz üçün fasilə zamanı və dərs zamanını ayıra bilərsiniz. Yəni, mən 30 dəqiqə dərsə fokuslanacağam, 5 dəqiqədə fasiləmi ayıracağam və yaxud da 30 dəqiqə dərs, 25 dəqiqə fasilə. Yəni, bunu özünüz üçün bölə bilərsiniz. İlk başlarda sizin üçün çətin ola bilər deyə daha az dərs saatı, daha biraz çox fasilə saatı təyin edə bilərsiniz. İnanın ki, beyninizə nəyisə siz əmr etdiyiniz müddətcə beyniniz ona tabe olur. Əks halda, yəni siz planlama etməsəniz, məqsəd qoymasanız, bu çalışma saatlarını özünüz ayarlamasanız, beyniniz sizi özü istədiyi istiqamətdə aparacaq. Nə qədər ki, biz onu yönləndirməyə çalışmırıq, o bizi yönləndirir və yanlış istiqamətlərə apara bilir. Digər vacib məsələlərdən biri, səhv eləmirəmsə, üçüncü texnikamız, dərs ortamı hazırlamaqdır. Bu, psixoloji olaraq insana çox təsir göstərir. Baxın, bir çox insanlar yanlışlıqla və yaxud da bilməyərəkdən yataqda dərs oxuyurlar, kitab oxuyurlar. Niyə ölkəmizdə heç düşünmüsünüz ki, insanların çoxu kitab oxuyanda yuxuya getmək istəyir? Çünki biz yuxu ortamında, yataqda, divanda dərs oxumağa meyilliyik. Və bu meyillikdə bizdə həqiqətən də yuxu yaradır. İnsan, tutaq ki, yataqda yatırsa, biz yataqda oturduğumuz təqdirdə də beyin yuxu ilə yatağı əlaqələndirdiyinə görə bizə yuxu gətirə bilər. Ona görə də kitab oxuduğumuz xüsusi bir mühit olmalıdır. Siz də dərsə hazırladığınız mühitiniz olmalıdır. Yataq sizə rahatlıq verə bilər, amma dərs oxuduğunuz mühit olmaya da bilər. Hansısa bir mühiti özünüz üçün
təyin edirsiniz. Orada dağınıqlıq olmamalıdır. Diqqət dağıdıcı vasitələrdən istifadə olunmamalıdır. Məsələn, dərs oxuduğunuz mühitdə gəl, telefonunuz da yanınızdadırsa, diqqətinizin ora getmə ehtimalı çox yüksəkdir. Hələ bildirişlər də açıqdırsa, WhatsApp-dan və digər platformalardan gələn mesajlar sizin diqqətinizi yayındıracaq. Və yaxud dərsə fokuslanmaq istədiyiniz təqdirdə beyninizdən bir səs, qoy baxım Instagramda görüm kim mənə nə yazıb və yaxud da kimin paylaşımı var, qoy 1-2 reels izləyim sonra başlayaram kimi fikirlər sizin diqqətinizi dağıdacaq və bir də gördünüz ki, saatlarla telefondasınız, kitablar da qalıb stolun üstündə. Ona görə də kitab oxuduğunuz və yaxud da dərs çalışdığınız mühiti özünüz üçün nizamlamalısınız. Orada telefon olmamalıdır lazımınca və yaxud da uçuş rejiminə qoya bilərsiniz sağda baxmaq üçün. Daha sonra stolun üstündə diqqət dağıdacaq vasitələr az olmalıdır telefondan əlavə. Kitablar səliqəli şəkildə olmalıdır. Çünki nəsə dağınıq olanda beynimiz oranı bir təhlükə ərazisi kimi hiss edir və bizim diqqətimizi daim dağıtmağa çalışır. Nə qədər düzənli bir yerdə otursaq, diqqətimiz o qədər də daha yaxşı fokuslanır. Daha sonra işığın burada tənzimlənməsi də vacibdir. Xırda bir məqam olsa belə insan psixologiyasına təsir göstərir. Yəni işıq yanan bir otaqda, çox işıqlı bir otaqda oturmaq da zərərlidir. Çox zəif bir işıqda və yaxud da rəngli bir işıqda oturmaq da diqqəti dağıda bilər. Rəngli qələmləri sevirsinizsə, dərs oxumaq üçün xüsusi belə vasitələr olur. Abituriyentlər indi istifadə edir. Düzdür, mən özüm istifadə etmirdim. Bizim vaxtımızda o qədər də məşhur deyildi onlar. İndi baxıram, rəngli qələmlər, divara yapışdırmaq üçün belə not vərəqləri olur. Bunlardan istifadə edirlər. Bu da sizin marağınızı artıra bilər dərslərə qarşı. Yəni orada özünüzə sanki kiçik bir mükafat edirsiniz və siz dərs oxumağa gələndə beyin mükafat və cəza sistemindən işləyir deyə onu əlaqələndirir. Yəni mən orada xoşbəxt hiss eləyəcəm özümü, orada mükafat alacağam deyə dərslərə sizin daha yaxşı fokuslanmağınızı təmin edir. Üçüncü əsas qaydamız və yaxud da texnikamız mövzuları hissələrə bölməkdir. Bu mənim istifadə etdiyim ən effektiv metodlardan biridir. Onu da deyim ki, heç birinə məlumatım olmayıb. Sadəcə təcrübə edərək hansı məndə daha yaxşı alınır, bunu bu şəkildə sınayaraq öyrənmişəm. Məsələn, əvvəllərdə mən 9-10-cu siniflərdə dərsləri mövzulara bölmürdüm. Məsələn, düşünürdüm ki, tarixdə mən 3-cü qrup üzrə getmişdim ilk vaxtlarda. Tarixdə mövzu daha çoxdur, yəqin bilirsiniz. Orada kitab sayı da çoxdur. Hazırlaşanda deyirdim ki, tarix çoxdur, mən gün ərzində nə qədər çox dərs oxusam bir o qədər yaxşıdır. Biz belə etdiyimiz təqdirdə beynimiz məlumat çoxluğundan həmişə uzaqlaşır. Yəni orada çox kitab var, daha çox mövzu gələ bilər deyə sanki bizi itələməyə çalışır və motivasiyamızı azaldır. Amma siz konkret olaraq mövzulara bölsəniz, tutaq ki, Səlcuq dövlətinin bu hissəsini indi oxuyacağam, 5 dəqiqədən sonra bu hissəsini oxuyacağam və yaxud da riyaziyyatdan tutaq ki, 5 tapşırıq indi eləyəcəm, 6-cı tapşırığı keçəndə biraz fasilə eləyib sonra bu tapşırığı eləyəcəm. Mövzuları hissə-hissə oxumaq insanın beyni üçün daha effektivdir. Yəni beynin işləmə funksiyasına nəzər yetirsək, o hissələrə bölərək oxumağı daha üstün bilir və bu dərsin daha yaxşı yadda qalmasını təmin edir. Ona görə də mövzuları çalışın ki, hissələrə böləsiniz. Sizin belə dırnaq içində desəm, tutumunuz nə qədərdirsə, o qədər mövzu hissəsini özünüz üçün təyin edə bilərsiniz. Yəni 5 səhifə, 2 səhifə, yaxud da 1 səhifə. Bunu mənimsədikdən sonra keçirsiniz o birisi hissəyə. Özünüz üçün gün ərzində təyin edirsiniz hansı fəndən nə qədər dərs oxuyacağınızı. Bu daha effektiv üsullardan biridir. Digər əsas məsələlərdən biri telefonun səmərəli şəkildə istifadə etməkdir. Düzdür, mənim abituriyent vaxtı telefonum ümumiyyətlə olmayıb. Yaxşı ki də olmayıb. Ola bilər ki, diqqətim daha çox dağılardı və dərslərə fokuslanmaqda çətinlik çəkərdim. Ona görə indiki həm tələbələri, həm abituriyentləri çox yaxşı başa düşürəm ki, diqqət dağıdacaq bu qədər vasitənin içərisində diqqətlərini toplayıb dərs oxumağı bacarırlar. Həqiqətən onları alqışlayıram. Bəlkə də mən olsaydım daha çox çətinlik çəkərdim və o qədər nəticə almazdım. Amma biz indi hansı üsuldan istifadə edə bilərik? Telefondan səmərəli istifadə etməyimiz üçün. Baxın, indiki dövrdə telefondan istifadəni hamı pisləsə belə, qınasa belə, əksinə mən sevinirəm ki, yaxşı ki, bu texnoloji vasitələr bu şəkildə inkişaf edir. Çünki biz özümüz onları idarə etməyi öyrəndiyimiz təqdirdə onlardan çox yaxşı istifadə edib çox irəli gedə bilirik. Baxın, telefonda müxtəlif qruplar var, müxtəlif proqramlarda, məsələn, Telegram qrupları var, WhatsAppda indi yeni funksiyasıdır yəqin ki, qruplar açılıb. Orada dərslər paylaşılır, video izahlar var. Bunlara abunə olsanız, düzdür, həddindən artıq çox qruplara abunə olmaq da diqqət dağıdır və insan beyni bilmir ki, hansı məlumatı mənimsəsin. Bir neçə keyfiyyətli kanala abunə olsanız və telefonla məşğul olduğunuz dövrdə onlara fokuslansanız, bu dərslərə
fokuslanma keyfiyyətinizi artıracaq. Yəni bunu tövsiyə edə bilərəm. Telefonda boş-boşuna video izləməkdənsə, bir tərəfdən də beyninizi oradakı qruplara fokuslasanız, vaxtınız daha səmərəli keçə bilər. Bu qaydanın içərisində bunu da qeyd edə bilərəm. Telefondan istifadə limiti. Düzdür, indi aşağı yaşlarda insan biraz özünü idarə etmədə çətinlik çəkir, emosiyalarını, hisslərini, istəklərini. Amma siz əgər yuxarı yaşdasınızsa, məsələn 8 yaşından yuxarısınızsa bu videonu izləyən şəxs, orada telefona özünüzə limit qoya bilərsiniz. Niyə də olmasın? Yəni mən telefondan bu qədər istifadə edəcəm. Bugünkü gününüzü düşünün, bir də gələcəyinizi. Mən gələcəkdə necə bir insan olmaq istəyirəm? Bugün mənim telefona 6 saat baxmağım mənə nə qazandırır? Bugün mən özümü yaxşı hiss edə bilərəm. Telefonda hansısa boş-boş videoları izləyib zövq ala bilərəm. Amma mən bugün gələcəyim üçün çalışsam, gələcəkdə öz həmyaşıdlarımdan fərqlənəcəm. Gələcəkdə daha keyfiyyətli bir yaşam yaşayacağam. Rahat və huzurlu olacağam. Bunları nəzərə aldıqda insan həqiqətən özünü idarə edir və gələcəyə fokus edə bilir. Önəmli olan gələcək üçün yaxşı hədəflər qoymaqdır. Bizi qane edə biləcək hədəflərimizin olmasıdır. Siz də telefondan istifadə limiti qoya bilərsiniz özünüzə. Əgər bunu bacarmırsınızsa, mən də bilmirəm bu funksiyanı necə aktivləşdirirlər. Telefonda proqramlara limit qoymaq var. Yəni mən Instagramdan bugün 3 saat istifadə eləmişəmsə, artıq telefon məni limitləyir və istifadə edə bilmirəm. Bunu özünüz üçün tətbiq edə bilərsiniz. Və 6-cı qaydamız, bu ən əsas qaydalardan biridir. Özünü heç kimlə müqayisə etmə və mükafatlandır. Baxın, bugünkü günümüzdə insanların əksəriyyəti özünü müqayisə edir. Çünki biz elə bir dövrdə yaşayırıq ki, bizə təsir edən vasitələr ancaq bizdən bunu tələb edir. Yəni, başqasıyla özünü müqayisə elə. Giririk sosial şəbəkələrdə, orada gördüyümüz videolar istər-istəməz bunu bizə təlqin edir. Sən başqasından üstünsən, yoxsa aşağısan. Tutaq ki, bir xanım da ailə qura bilmir, girir orada ailə videosu görən kimi əhval-ruhiyyəsi düşür aşağı, özünü başlayır yetərsiz hiss etməyə. Və yaxud bir xanım da yemək bişirə bilmir, girir hansısa yemək vlogerinin videosuna baxır. İstər-istəməz, yəni biz özümüzdə natamam hiss etdiyimiz bir şeyi qarşı tərəfdə gördükdə, bu bizdə bir məyusluq hissi yaradır, yetərsizlik hissi yaradır. İndi abituriyentlərdə və tələbələrdə də bunu daha çox müşahidə edirəm. İndiki dövrdə sınaq imtahanlarının sayı da çoxalıb, bir-birindən əlaqə də güclənib abituriyentlərin, bir-birinin nəticələrini bilirlər, bir ortamda olduqlarına görə görürlər, müəllim kimi tərifləyir, kimə yaxşı deyir, kimə pis deyir. Yəni bu da əslində bir tərəfdən yaxşıdır ki, əlaqələri gücləndirir, digər tərəfdən də pisdir ki, bizim münasibətlərimizə təsir göstərir. Həm özümüzlə münasibətə, həm şagirdlərlə, yəni digər bizimlə ortaq olan bir yol gedən insanlarla münasibətimizə ciddi şəkildə təsir göstərir. Baxın, bir tələbə, bir şagird indiki dövrdə öz gələcəyinə fokuslanmaq əvəzinə mən nə olmaq istəyirəm, mən hansı sahəyə sahib olmaq istəyirəm, hansı sahədə özümü görürəm, buna fokuslanmaq əvəzinə mən öz sinif yoldaşıma neçə bal üstün toplaya bilərəm. Mən öz qrup yoldaşımdan 1 bal aşağı topladım, 1 bal yuxarı topladım. Hətta mən özüm bakalavrda oxuyanda tələbə yoldaşlarım arasında var idi. 90 bal toplayıb yenə ağlayır. 98 bal toplayıb, yəni 100 bala 2 bal qalıb, özündən 1 bal yuxarı toplayan olub deyə ağlayır ki, niyə oldu bu? Yəni o qədər insanlar fokuslanır ki, başqa şeylərə, əsas məqamlar qalır arxa planda. Halbuki biz ayrı-ayrılıqda bunu dəyərləndirsək, 98 bal yetərincə yüksək bir baldır. Yəni yetərincə. İnsan niyə öz uğurlarına sevinməsin, öz əziyyətini görməsin, gedib başqasından özünü müqayisə eləsin? Biz başqasından özümüzü müqayisə eləyəndə bizim özümüzə qarşı olan dəyərimiz aşağı düşür. Dəyərlər də motivasiyamıza birbaşa təsir göstərir. Yəni sən oxumusan, yaxşı oxumusan, çalışmısan, gecəyə qədər misal üçün dərs oxumusan, gedib toplamısan 91 bal, bundan A almışsan, indi universitet rejimindən söhbət açıram, universitet qayda qanunlarında bu şəkildə olur. Səndən 1 bal yuxarı toplayan bir tələbə yoldaşın var, 92 bal toplayıb, sən ağlayırsan və bütün zəhmətin getdi. Sanki özünü orada bir heç kimi hesab edirsən. Niyə 1 bal məndən o yüksək bal topladı? Və yaxud da abituriyentsən, sınaq imtahanında özünü qrup yoldaşından və yaxud da hazırlıq yoldaşına müqayisə edirsən. Niyə o məndən yüksək bal topladı? Əslində, abituriyent olanda bu mənə də təsir göstərirdi müəyyən mənada, amma indiki abituriyentlərdə bunu daha çox müşahidə edirəm. Bu da daha çox ətrafla bağlı olur. Valideynlərin müqayisə etməsi, ətrafdan gözləntilərinin yüksək olması, müəllim müqayisə edir ki, görüm hansınız daha yüksək toplayacaq, falan kəsə mükafat verə bilərəm. Bu da istər-istəməz bir müqayisə psixologiyası yaradır. İnsan özünə olan münasibətini də dəyişir, ancaq hədəflərini onun istiqamətində qurur. Və gələcək məqsədlərini də təyin etmək onun üçün çətin olur. Digər bir məsələ isə burada mükafatlandırmanın olmamasıdır.
Biz özümüzü mükafatlandırmasaq, hansı ki əvvəldə də qeyd etmişdim, beyin mükafat və cəza sistemindən işləyir. Özümüzü mükafatlandırmasaq, yeni bir şeylər öyrənmək bizim üçün çətin olur. O səbəbdən dolayı da hər hansı bir iş görən zaman, istər dərs oxumaq ola bilər, istərsə özümüzə dair hansısa bir məsuliyyəti icra etmək ola bilər. Orada özümüzə hansısa bir mükafat təyin etməyimiz çox vacibdir. Dərs arası fasilələrdə nəsə yemək, xüsusilə sevdiyiniz bir meyvə ola bilər, çərəz ola bilər, sağlıqlı hansısa bir qida ola bilər. Onu özünüzə bir mükafat kimi təyin etməyiniz sizin dərsə qarşı olan motivasiyanızı artırır. Kiçik bir hədiyyələr almaq və s. bütün bunları nəzərinizdə saxlamağınızı tövsiyə edirəm. Dediyim kimi, bir də özünüzü heç kimlə müqayisə eləməyin. Siz unikalsınız. Müqayisə ilə bağlı xüsusi bir video çəkmək istəyirəm. Əgər bunu istəyirsinizsə, tam detallarına qədər niyə insan bunu edir və biz necə edə bilərik ki, özümüzü başqalarına müqayisə etməyək. Bu cəmiyyətin bizim üçün yaratdığı həmin o necə deyirlər, o fırlağan kimi olur ya, adını unutdum. Coğrafiya oxuyanlar daha yaxşı bilir. İçərisinə düşür, hər şey məhv olur. Bax, onun içərisinə düşməyin. Düşməmək üçün nə edə bilərik? Onunla bağlı çox geniş bir video gələ bilər bu kanalda. Əgər istəyirsinizsə, mütləq şəkildə aşağıda qeyd edin. İstəklər olsa, mən onunla bağlı tezliklə video çəkərəm. Deməli, qaydamız bu oldu. Müqayisə etmə və özünü mükafatlandır. Daha sonra əsas qaydalardan biri və mənim özümün xüsusilə indiki gündə belə diqqət yetirdiyim yuxu və qidalanmadır. Baxın, əksər insanlar, mən xüsusilə buna diqqət yetirirəm, insanlardan soruşuram. Neçədə yatırsan, neçədə uyanırsan, qidalanmağına nə dərəcədə diqqət yetirirsən. Bunlara soruşuram, maraqlanıram. Görürəm ki, yuxu rejimi ümumiyyətlə, yəni ortalamanı götürsək, insanların əksəriyyətində düzgün deyil. Qidalanmaya gəldikdə isə, ola bilər ki, indi ağır iş rejimində çalışanlar var, onlar məcburi şəkildə çöldə qidalanır. Sağlıqlı qidalardan istifadə edə bilmir, yəni yaşamaq üçün yeyir bir növ. Amma bəziləri də məsuliyyətsizlik edir buna qarşı, heç bir tədbir görmür, yəni onlar üçün vacib deyil. Amma qidalanmanın insan psixologiyasına təsiri, sağlamlığı qoyuram kənara, yəni bioloji olaraq, insan psixologiyasına təsiri haqqında qısa bir araşdırma eləsəniz, düşünürəm ki, bu mövzu bir o qədər sizin üçün vacib olacaq. Eyni zamanda yuxunun. Yəni, siz heç düşünmüsünüz ki, az yatan insanlar niyə aqressiv olur, niyə yorğun olur, tez qocalır. Bunlar haqqında araşdırma eləsəniz, məncə yuxunun insan həyatındakı vacibliyini görə bilərsiniz. Mən özüm də abituriyent olanda heç vaxt, yəni axşam saatlarında dərs oxuyum, ay nə bilim yuxuma haram qatım, sabah imtahandır. Nə abituriyent olduğum dövrdə, nə də universitetdə oxuduğum dövrdə buna yer verməmişdim. İndi o şəxsi inkişaf kitablarında var, yəqin görmüsünüz. Ay nə bilim gec yatmaq, ay nə bilim yuxu insan üçün o qədər vacib deyil, əsas olan inkişafdır. Biz bəzən inkişaf üçün yuxumuza haram qatmalıyıq. Belə bir şeylər mənə görə, yəni mənim düşüncəmdə yanlış bir şeydir. Mən beynimlə hərəkət edirəm. Mənim nəyisə yaxşı etməyim üçün beynim yaxşı işləməlidir. Beynimin yaxşı işləməsi üçün mən onu yaxşı qidalandırmalıyam. Beynin qidası da oksigen, yuxu, düzgün sağlıqlı qidalardan istifadə etməkdir. Yəni, mən beynimi onlardan məhrum edirəmsə, o necə mənə yardım ola bilər? O necə məni düzgün istiqamətdə istiqamətləndirə bilər? Və buna xüsusi fikir vermək lazımdır. Xüsusilə də yuxu rejimində saat 12 aralığında yuxunun olması vacib məqamlardan biridir. Hansı ki, bu məqamlarda melatonin hormonu ifraz olunur. Bu yuxu hormonudur. Həmçinin böyümə hormonu ifraz olunur ki, bu da insan hüceyrələrinin yenilənməsində, beynin daha aktiv fəaliyyət göstərməsində vacib faktorlardan biridir. Və sizə də tövsiyə edəcəyim məqam yuxu rejiminizə diqqət yetirməyiniz, abituriyent olsanız da, tələbə olsanız da. Günün 24 saatı var, yəni siz nə üçün gündüzlər başqa-başqa işlərlə məşğul olursunuz, gecələr dərs oxumağa çalışırsınız. Ola bilər, indi bəzi insanlar da deyir ki, mən gecə oxuyanda daha yaxşı yadımda qalır. Sizə uyğundursa eləyə bilərsiniz, amma mənim dəyərlərimdə bu yanlış üsullardan biridir. Həmçinin qidalanma fizioloji olaraq bizim sağlığımız üçün vacibdir. Yəni, biraz da geniş bucaq ətrafında baxsaq, biz istəyirik ki, bizə verilən ömrümüzü sağlam və mənalı yaşayaq. Ola bilər ki, nələrisə biz qurban veririk burada. Gələcəkdə daha yaxşı bir yerlərə getmək üçün yuxumuz və qidamızı kəsirik. Amma düşünün ki, siz bioloji olaraq sağlam olmasanız, bunların heç biri mümkün olmayacaq. Ona görə də bioloji sağlamlığınızı da ilkin sıralarda qoyun. Yəni, mən qidalanmama və yuxuma nə dərəcədə diqqət yetirirəm. Nəyi nəyə qurban etdiyinizə baxın. İnsan həyatda bəzən
bir şey əldə etmək istəyirsə, başqa istədiyi bir şeyi ona qurban etməyə məcbur qalır. Amma o zaman durub düşünmək lazımdır. Bunlardan hansı mənim üçün daha vacibdir? İndi siz sağlamlığınızla o dəyərləri həmişə belə yanaşı saxlayın. Baxın, görün hansı sizin üçün daha vacibdir. Hansını da paralel apara bilərsiniz. Bunlara diqqət yetirin. Bir söz var, John Locke'un sözü idi, səhv eləmirəmsə. Deyir ki, sağlam bədəndə sağlam ruh olur. Bu həqiqətən belədir. Onlar bir-birindən əslində paralel gedir. Yəni bizim ruhumuz sağlam olmasa bədənimiz də sağlam olmur. Eyni zamanda bədən sağlam olmasa bu ruhumuza da təsir göstərir. Buna görə sağlamlıq və yuxu vacib məsələlərdən biri olmalıdır. Deyilsə, çalışın ki, düzəldin. 8-ci qaydamız özünü sevmək və özünə hörmət etməkdir. Mən düşünürəm ki, burada ən əsas qayda budur. Yəni bir insan özünü sevsə, özünə hörmət etsə, nə istədiyini bilir, başqa insanların təsirinə düşmür və nəyi niyə etdiyini fərqində olaraq edir. Bütün bunlarda onun dərs oxuması prosesidir, ali məktəbə qəbul olmasıdır. Əgər qəbul olubsa, fənlərə yanaşma tərzidir. Bütün bunların hamısını təyin edir. Yəni mən özümü kəşf eləmişəmsə, özümü tanıyıramsa, nə istədiyimi bilirəmsə, dərsi niyə oxumadığımı, niyə oxumaq istəmədiyimi də fərqində oluram. Çünki oradakı ehtiyaclarımı görə bilirəm. Məni geri çəkən məqamları təyin edə bilirəm. Buna görə də yavaş-yavaş başlamaq lazımdır özünüzə sevgi göstərməkdən, öz istək və ehtiyaclarınızı təyin etməkdən, sizi geri çəkən məqamları özünüz şəxsi olaraq araşdırmaqdan. Bəlkə də abituriyentsiz bu videonu izləyənlər, bəlkə də daha aşağı yaşlardasınız və sizə belə qeyri-adi gəlir özünə sevgi göstərmək, özünü tanımaq. Amma mən deyərdim ki, abituriyent olduğunuz dövrdən buna başlasanız, siz çox böyük bir yol qət etmiş olursunuz yuxarı yaşlara gələndə. Yəni hər insan buna nail ola bilmir aşağı yaşlarda. Ona görə də özünüzü sevməklə bağlı, özünüzə diqqət, hörmət göstərmək, tanımaqla bağlı əlavə kitablar oxuya bilərsiniz. Bu mənim YouTube kanalında çəkdiyim və yaxud da Instagram hesabımda paylaşdığım videoları izləyə bilərsiniz. Orada da özünüz haqqında müəyyən məlumatlar əldə edə bilərsiniz. Müəyyən psixoloji təlimlərə qoşula bilərsiniz. Sizə rahat gələ biləcək digər videoları izləyə bilərsiniz başqa dillərdə. Bu da sizin öyrənmə motivasiyanıza, həyatda nə istədiyinizə köməklik göstərəcək. Videonu heç bitirmək istəmirəm, amma artıq qaydaları səsləndirdiyim üçün düşünürəm ki, bitirməliyəm. Və son olaraq öz həyat şüarlarımdan birini sizlərlə bölüşəcəm. Həyatda insanlar iki qrupa bölünür mənə görə. Bir, məsuliyyət götürmək istəməyən, daim həyatda şikayət edən, başqalarının onu yönləndirməsindən hərəkət edən insanlar, hansı ki, başqaları da onları yanlış istiqamətdə yönləndirsə belə gedir, amma şikayət edir ki, filan kəsə görə mən belə oldum, filan işlərim belə etdilər, ona görə belə oldum. Bir də cəsarətli insanlar var, hansı ki, o insanlar özləri təyin etdiyi yolla gedirlər, bəzən yıxılsalar belə rahat olurlar ki, mən öz seçdiyim yolda yıxılmışam. Digər insanların burada məsləhətinə ehtiyac duya bilərlər, qulaq asa bilərlər. Digər insanların, yəni ondan özündən daha ağıllı bildiyi şəxslərin yolunu izləyə bilərlər. Amma önəmli olan, yəni vacib olan məqam onların özlərinin getdiyi, seçdiyi yolla getməsi, cəsarətli olması, problemlər qarşısında əzilməməsi və yolun sonuna qədər getmə cəsarətinin olmasıdır. Mən o insanları alqışlayıram və sizə də bunu arzulayıram. Ona görə abituriyentsizsə, tələbəsinizsə, baxın görün getdiyiniz yolu kim təyin edib. Özünüz təyin etmişsinizsə, nə xoş sizin halınıza, orada çıxan çətinliklər belə insana zövq verməlidir. Əgər özünüz təyin eləməlisinizsə, onda bu gün oturub düşünün ki, mən hansı yolu gedirəm, bunu mənim üçün kimsə təyin edib. Cəmiyyət təyin edib, yoxsa özüm təyin etmişəm, yoxsa aləmin təsirinlə, yoxsa mənim daxilimdə hansısa psixoloji ehtiyaclarım var, buna görə başqalarından üstün olmaq üçün mən bunu edirəm. Sualı özünüzə verəndə həyat sizin üçün daha mənalı və huzurlu olur. Təşəkkür edirəm videonu izlədiyiniz üçün. Əgər kanalıma abunə deyilsənsə, kanalıma abunə olmağı unutma. Instagram hesabıma, bu məcburiyyət deyil, istəyə əsasən də, amma maraqlı videolar paylaşıram. Instagram hesabımı burada qeyd edirəm. Keçid edib Instagram hesabımı da izləyə bilərsən. Həmçinin burada bu videoda danışdıqlarım sənə maraqlı oldusa və yaxud da fikir bildirmək istəyirsənsə, videonun aşağı hissəsində yaza bilərsən. İstəsən videonu öz dostlarınla paylaşa bilərsən. Sənə faydalı olursa, onlar üçün də faydalı ola bilər. Videonu bəyənməyi unutma. Hələlik növbəti videolarda görüşərik.